Sen eşkimden fenayım. Ey ilahim, ey ilahim, affeyle çoktur günahim. Hak yolunda seyyah oldum, sen eşkimden fenayım. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Allah, ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız yeli kimi, gönül sana boyar olsun. Bize verdik dünya, bir melun, bir rüya. Tevrat, Zebur, İncil, Kur'an, çoktur sirrin ey Hudaya. Bize verdin iki dünya, bir melun, bir rüya. Tevrat, Zebur, İncil, Kur'an, çoktur sirrin ey Hudaya. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Yâre, ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif payız yeli kimi, gönlüm sana koyar olsun. Sözün temiz, müqəddəsdir, nəzarətin bizə bəsdir. İnsafından kaçanlara büyük Allah insaf kəsdir. Sözün temiz, müqəddəsdir, nəzarətin bizə bəsdir. İnsafından kaçanlara büyük Allah insaf kəsdir. Ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif ayız deli kimi, gönül sana boyar olsun. Ya ruhum dönüp bahar olsun, gözyaşlarım akar olsun. Hafif payız yeli kimi, gönül sana koyar olsun. Gönül sana koyar olsun. Gönül sana koyar olsun. Bağışlayan və mehriban Allahın adıyla. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. İrs TV, bir ay, bir ömür verilişi yenə evlərinizin qonağıdır. Mənim əzizlərim, dəyərlilərim, hər gün olduğu kimi bugün də verilişimizin çox dəyərli bir qonağı var. Mən qonağı təqdim etməzdən əzəl bizim səhifəmizə abunə olmağı sizdən xahiş edirəm. Bizlərə mənəvi dəstək olun. Biz də hər zaman xidmətinizdə varıq. Mübarək Ramazan ayı,
11 ayın sultanı. Rəhmət, bərəkət, məğfirət ayıdır. Qoy bu ay Xudavənd-i Mütəal bütün dualarınızı qəbul eləsin. Allah təbarək və Teala tutduğunuz orucları, qıldığınız namazları, verdiyiniz ehsanları öz dərgahında qəbul eləsin inşallah. İllərdə Azərbaycanda danılmaz əziyyəti olar. Və hamımızın qəlbində belə deyimdə bir çox ilahiləri ilə yer tutan, sözün əsl mənasında elə mən özümlə onların nəğmələrinə qulaq asmışam, sevmişəm, həmişə çalışmışam ifalarımda bu nəğmələr olsun. Elə qoyub belə təqdim edim. Həmən qrupun ilk yaradıcılarından olan bu söhbət bizim Əhl-i Beyt İlahi Nəğmələr qrupundan gedir. İlk yaradıcılarından olan Azərbaycanımızın dəyərli məddahı, gözəl ilahi mahnıların ifaçısı Hacı Samir Salam. Hacı, xoş gəldiniz. Xoş gününüzə gəlin. Allah razı olsun. Allah razı olsun. Qəbul olsun. Çox sağ olun. Çox sağ olun, minnətdarım. Necəsiniz keyfinizə? Yaxşısınız, necəsiniz? Mən sən sözünə əlavə olaraq, hələ bir mən belə başlayardım. Sən belə gözəl başladın, mən onu belə davam edərdim ki, əziz tamaşaçılar, deyəsənə bizim səhifəmizi bəyənin, bizə mənəvi dəstək olun. Mən hələ demirəm, bu son vaxtlar biraz başlamışam tərsinə danışmağa. Bəzən gözü tərsinə danışanda cəmaata təsir. Məsələn, mən deyərdim ki, əziz tamaşaçılar, bu cür yaxşı verişləri, mənəvi verişləri, insanların ruhunu oxşayan verişləri bəyənməyin, paylaşmayın. Birdən bəyənərsiniz, paylaşarsınız, kimsə baxar, o da ibrətə gələr, gözəl haqqa gələr falan. Yəni, nə barədə bunu bəyənərsiniz, nə barədə paylaşarsınız. Bəlkə belə deyəndə, məsələn, rezonans doğurar. Mən baxıram, hacı verilişlərə, internetdə, daha çox internet vasitəsilə, sosial şəbəkələr vasitəsilə baxırıq. İstər verilişlər olsun, istər hər hansı bir yaradıcı bir iş olsun, məsələn, bir söhbət olsun, bir hikmətli hədis olsun və yaxud hər hansı bir alimin bir sözü olsun və yaxud hər hansı bir ifaçının bir dahi klassiklərimiz olan bir qəsidəsinə bir yanaşması olsun, ifası olsun, hər hansı muğamın üstündə və ya bir ilahi mahnı olsun, fərqi yoxdur. Baxıram ki, məsələn, onun baxış sayı o qədər də qənaət baxış deyil. Amma baxırsan, məsələn, mənasız, məntiqsiz işlərə görürsən ki, məsələn, milyonlarla izləyicisi var. Yəni, ona görə tamaşaçılarımızdan mən onu ironiya ilə deyim ki, yəni nə barədə paylaşasınız, nə barədə bəyənəsiniz, nə barədə abunə olasınız. Yəni, əziz tamaşaçılar, yəni bu cür insanlar ki, əziyyət çəkirlər. Allah xeyirli verəsin sizin bu məkanda. İndi yəqin ki, məndən qabaq qonaqlar olur, məndən sonra da qonaqlar olacaq. Həmişə verişiniz belə qonaqlı qaralı olsun, xalqımızın Ramazan ayı mübarək olsun. Yəni, tamaşaçılar da baxsın ki, bu insanlar əziyyət çəkir. Bizim burada maddi kömək olsun, mənə də gəlir ki, ola bilmirlər. Ola bilir, lap yaxşı olsun, onu da olsun da. Yaxşı verişlərə, ümumiyyətlə, dəstək olmaq yaxşıdır. Eləyə bilmir, heç olmasa mənəvi cəhətdən bir dənə Allahın verdiyi bu 5 barmaqdan birini sərf edir, sonra bir dənə türklər demişlər, dürtürsən onu. Sonra onu paylaşırsın ki, səndən başqa olan insanlar da neynəsin, baxsın və daha çox auditoriyanın qabağına tutsun. Mən tamaşaçıları belə gözəl verişlərə, bu cür ruhani, mənəvi verişlərə daha dəstək olmağa mən də çağırıram və Allah razı olsun. Allah razı olsun deyirəm sizə. Hacı üçün Ramazan ayı necə keçir? Vallahi Ramazan ayı. Əvvəllər belə bir şey olurdu. Hər Ramazanın əvvəlində o baş ağrı falan olur adamda. Bu hamıda belə olur. Bu il nəsə şükür olsun Allaha, sakitçilikdir. Yəni nə baş ağrı var, nə bir şey var. Əksinə biraz ki başım qarışıqdır. Biraz işlərimə restart vermişəm. Yəni təzədən abnaviləyin oruslar demişəm. Təzədən biraz onun ki başım qarışıqdır. O başlarını düzdür, bilirəm saat neçələrdir. İftar necə gəlir çatır, xəbərim olmur, şükür olsun Allah. Yəni ki, deyir ki, gündən bir gün Həzrət Əli Əleyhisselam yolla gedir, görür ki, 3-4 nəfər yanıb orada boş mənasız söhbət edirlər, salam vermir, onlara keçir, çıxın gedir. Qeydəndə gör, onlardan biri əlində bir dənə, məndən çöpdür, yəni edirsə, üzr istəyirəm, bu dırnaqlarını təmizləyir. Ona salam verir. Salam verir. O deyir ki, ya Əli, bəyək keçdin buradan, biz hələ həmin adamlar idik burada. Nə salam verdin, nə bir şey keçdin, götürdün. İndi qeydəndə mənə salam verdin. Niyə? Deyir, bəyək gələndə siz burada çox mənasız işlərlə məşğuldunuz, mənasız söhbət edirsiniz. Amma indi qaydada görürüm ki, sən xırda da olsa, kiçik də olsa, mənalı bir işlə məşğulsan. Ona görə sənə salam verdim. Yəni, insan ruhu belədir. İnsan nə qədər mənalı işlərlə məşğul olursa, xırda da olsa, insanın ruhiyyəsi, başı qarışır, insan daha yəni cisim yaddan çıxır. Hətta görürsən ki, bəzən olur, heç Ramazandan əlavə ayrı, yəni başqa günlərimizdə. Görürsən ki, səhərdən məsələn çörək yeməmsən məsələn. Səhər yemək yeməmsən və ya günorta yeməmsən və ya axşam yeməmsən.
Oturmuşsan gözəl bir məclisdə, gözəl bir söhbət gedir. Yaxşı bir həmsöhbətin var. Məsələn, yaxşı bir söhbət tutub, ya qəzəldən söhbət gedir, ya şeiriyyatdan, ya Qurandan, ya dindən, imandan, hədisdən. Məsələn, bir də ayılırsan ki, qardaş, sən 6 saatlı çörək yeməmsən. Heç xəbərin də yoxdur. Elə ki, o məclis dayanır, qutarır söhbət, mədə başlayır. Beyin deyir ki, mədəyə, indi nə siqnalım var, ver. Mədə deyir ki, 5-6 saat mən yazı qalmışam. Yəni, mənəviyyat nə qədər ki, məşğuldur. Ona görə şükür olsun Allah ki, Allah həmişə hər birimizin mənəviyyatını daha uca, daha ali eləsin. Biraz başım ki, qarışıq bir mənəvi işlərlə, şükür olsun Allah ki, orucluğum, Ramazanım, mənə də gəlir ki, yaxşı keçir, Allah daha yaxşısını eləsin. Hacı, Allah sənə can sağlıq versin. Mən tam səmimi bir söhbət eləmək istəyirəm ki, yəni söz demək istəyirəm ki, mən həmişə Azərbaycanımızın en sayılı kanallarında fərq eləməz. Yəni, illər öncə, təqribən qadirəm 5 il öncəyə, həmişə kanallarımızda müştərək olaraq bir xidmət eləmişik. Sənli, mənli və s. Allah mərhum Hacı Əsərlə rəhmət eləsin. Amin, Allah ruhun şad eləsin. Bir çox yerlərdə sual olunanda bu musiqi nöqteyi nəzərindən, yəni ilahi mahnının musiqi baxışı, ona baxışından mən həmişə sizin nümunə gətirmişəm ki, mənim dəyərli qardaşım Hacı Samir həmişə ilahi mahnının yəni o ağırlığını qoruyan bir şəxsdir. Yəni, o digər mahnılardan qulaq asında bilinir ki, bu ilahi. Təşəkkür edirəm, əvvəla dəyər verdiyinə görə, Allah köməyə. Bilirsən, necədir? Mən bilmirəm, nə qədər alındıra bilirəm, nə qədər alındıra bilmirəm. Mən belə düşünürəm ki, yəni, yaxşı çəkdin adını, məsələn, Hacı Yaşar, indi bu gün Hacı Nasir, hələ ki, Allah can sağlığı versin, sağ olun, Allah ömrünə bərəkət versin. Orucu namazın qəbul olsun. Hacı Aqil misal üçün Allah ömrünə bərəkət versin. Və onlardan qabaq indi sənli məni biz görməyik, cavanlar görməyib də. Məsələn, Hacı xanları biz görmüşük, Ərzullah əmini görmüşük, Əzzağa əmini görmüşük, Ərsöhbət əmini görmüşük, Hacı Noxanlı, Hacı Əbrahil əmini görmüşük və onlarda da qabaqlar olub. Deməli, bu Azərbaycanda bu ahəngin mi deyim bunun adını, qəsidə, mərsiyə, əbəbiyyatı deyirsən buna, təvaşih deyirsən, ilahi mahnı deyirsən, irfani musiqi deyirsən, sufi musiqi deyirsən, nə qoysa adın qoy. Özümüzdəki bir dərvişlik. Dərvişlik. Bu binəyə qədimdən deməli Azərbaycanda olub. Bunun bir adət-ənənəsi var, bunun bir oxu tərzi var, bunun bir yolu yorğası var. Və biz də onu görmüşük, çalışırıq ki, o klassikaya söykənərək, təbii ki, çünki ot kökü üstədir bir tərəfdən, öz klassikamıza söykənərək bu şeyi inkişaf elətdirək. Və mən görmüşəm, yenə də adlarını çəkdiklərimi ən azını görmüşüm və onları görmüşəm ki, onlar Azərbaycan, məsələn, bu Hindistanda da muğam oxuyurlar, Türkiyədə də muğam oxuyurlar, Ərəbistanda da muğam oxuyurlar, İranda da muğam oxuyurlar, məsələn, Pakistanda da muğam oxuyurlar. Hamısı müsəlmandır. Hamısı əruz bilirlər, hamısı muğamları bilirlər, rast, bayat, şiraz, seygahcı filan və s. Amma fikir versən ki, gözlüyü yumursan, bir dənə Hindistanlı oxuyanda deyirsən ki, Hindistanlı da oxuyalım. Eyni muğamdır ya. Həmin muğamı ərəb başlasa deyirsən, bu ərəbdir. İranlı başlasa deyirsən, bu İranlıdır. Türk oxusa deyirsən, türkdür və s. Azərbaycanlı da oxusan da bilmək lazımdır ki, necə indiyəcən bilindiriblər dahilərimiz, axsaqqalarımız. Biz də bunu davam eləməliyik ki, bir dənə Azərbaycanlı dərviş və yaxud ifaçı bir ifa eləyəndə insanlar gözlərini yumalıdırsa ki, bu bizimdir, bu millidir. Bu Azərbaycan iyi gəlir bundan, məsələn, bu cür. Mən çalışıram ki, yəni bunu haradasa, buna nail olum. İndi nə qədər nail ola bilirəm, nə qədər nail ola bilirəm. Mən, Hacı Samir, bu tərif deyil, bu elin sözüdür, mənim sözümdür, elin sözüdür ki, yəni adı sizin illər öncə oxuduğumuz bir ilahi var ki, məsələn, mən açıq deyirəm də, canım qurban olsun sənin yoluna. Elə oradan başlayaq bu yana. Elə o və ya çox Azərbaycan haqqında oxuduğumuz ilahi var. Azərbaycan ana yoluna. Bax, o mahnılar... Ulu sabaha tələsin, möhtacıyıq, xoş nəfəsin, salam verən hər bir kəsin, gərəkdir salamın alan. Esselamu aleykum ve aleykum salam. Esselamu aleykum ve aleykum salam. Salam verin yaşta böyük olanlara. Salam verin yol üstünde duranlara. Salam verin hətta körpə uşaqlara. Esselamu aleykum ve aleykum salam. Mahnının özündən sırf Azərbaycanımızın... Bayat Şiraz, Seygah. Bəli, Azərbaycanımızın belə deyil, öz qarmoniyası gəlir də. Öyle olmalıdır, mən belə düşünürəm. Bu qarmoniyadan gedir ha söhbət. Bəli.
Bu qarmoniyadan yox. Bəli. Qanımızdan axan İçəridən gələn, bəli, içəridən bəli, gələn bəli, qarmoniyadan gedir. Mən bugün çox heyfsilənirəm və bir barədə də yəqin bizim işlərimiz ya az olub, ya bilmirəm nətər. Ola bilsin bir boşluq əmələ gəlib ki, yəni bu cür Bilirsən, az mən deyim də, gəl mən nöş belə boşluqlar əmələ gəl. Bu boşluqlar biraz indi mənim tanıyırsan da, daha bir neçə illər tanıyırsan, biraz əhsənlər çoxdur bizdə. Əhsənlər bizdə çoxdur. Yəni, məsələn, bu məsələn, İmam məclisidir, əşi burada yaxşıdır bunu demək, deyərəm birdən qəlbinə deyər, nə deyim, məsəl üçün, çox eşidirik də bunu, bu nə ifadə, qardaş, niyə demədin? Mən necə deyim, yaxşıdır, eyib deyim. Eyib, pes, bu yəni, elə bir ki, ata-babalarımızın bizə ötürdüyü bu mirası, bu, məsələn, nə deyil, miras deyirlər də ona, bu mirası, pes, bu köşə salmaq eyibdir. Eyib elə odur ki, sənə verilən mirası, sən görürsən, sənin gözünün qabağında sənə verilən əmanəti, mən demirəm ki, heç kəs oxumasın, oxusunlar, amma tənqid olmalıdır. Tənqid olunmalıdır ki, insanlar başa düşsünlər ki, məsələn, mən bu yaxınlarda, yəni mən deyirəm, indi kimsə incəsə, mən inanıram ki, heç kəs inciməz, çünki həqiqət deyilməlidir, bu verişdə deməyə harada deyim bunu. Məsələn, mən baxıram ki, vaxtı ikən mərsiyə kimi oxunub, indi də oxunur mərsiyə kimi. Onu bugün surut kimi oxuyurlar, ilahi nəğmə kimi oxuyurlar. Kim çatıracaq istəyirəm. Yəni, bu mərsiyədir. Məsəl üçün deyirəm, məsələn, minbab, misal, bir qədim Bakı mərsiyələrindən. Çəkildi şaməyə, qatar Zeynəb. Götür bunu mahnı elə. Başda mövludda bunu oxub əl çalmaq. Adama deməcək, qardaş, bu, axı bunu illərdir insanlar bu ilə sinə vurublar, hal tutublar, kədərləniblər falan. Sən dedim, bunu götürmüsən mahnı eləmiş. Olmaz. Yəni, bunları nəzərə alma. Və yaxud da ki, tərsinəsi, hər hansı bir musiqini götürəsən, mərsiyə eləyəsən. Bu da, qardaş, bu, yəni bizim, yəni mən, qardaş, mənim üzr istəyimdə, Allah hamıya ömür versin, artıq 48 yaşıma 50-yə 2 il qalır. Yəni, mən gözlüklərimdən, deyəcəm, mən belə şey görməmişəm. Ola bilər, üzr istəyim, başqa ölkələrdə bu normal qarşılanır. Bizdə, məsələn, mən şəxsən fikirləşirəm ki, yəni, gündən bir günü, qoy bunu deyim, gündən bir günü radiolarımızın birində, dövlət radiolarının birində, yəni Azərbaycan radiolarının birində, deməli, mənim mahnılarımız, bizim mahnılarımız orada radioda var idi. Onların arxivində var idi. Hacı, Aşura günüdür. Saat qətirəcən, həmin o radio o vaxt qətirə qədər heç nə vermirdi. Musiqi vermirdi. Bu da Azərbaycan xalqının məhrəmliyi olan bir hörmətidir. Bu götürüb deyim ki, istəyib yaxşılıq eləsin. Bizim o visol şən mahnılarımız yoxdur. Əli Mövla, ey kərəmlər mənbəyi, ya Rəsul, bu Azərbaycan, ana yurdum falan. Qoyub bunları Aşura günü gedir radioda. Yaxşıdır, mən maşında eşitdim. Yığdım ki, ay qardaş, sən bunu nöş qoymuşsan, bu Əli Mövlanın zadı falan. Dedi ki, məhərrəmlikdə nə qoyum? Dedim, qardaşım, ilahi mahnı o demək deyir, bu yasda oxunmalıdır. İlahi mahnının da həzini var, matəm üçün oxunanı var, şadyana oxunar. Bu şadyana mahnılardır sən qoymuşsan. Olmaz qardaş, sən bunu o saat saxla. Dedim, mənə material ver, dedim, bu başqa məsələ. Tez sürdüm həmin radioya, apardım bir neçə material verdim. Onun ki, qardaş, əgər verməksinizsə, yəni cəmaatımızda belə bir fikir formalaşmasın ki, fikir ver, az gör, hala qeydirəm. Quran yaz kitabıdır. Quran yazxana kitabıdır. Qoy cəmaatda bu fikir formalaşmasın ki, ilahi mahnı ancaq qəmli məclislərində. Xeyr, qardaş, ilahi mahnında şəni var, düşündürücüsü var, imamətə aid olanı var, sırf Allahla bağlı olanı var, Allahın digər məxluqatı ilə bağlı olanı var. Ana haqqında oxuya bilərsən, elm haqqında oxuya bilərsən. Bu da özü bir ilah. Allah elmə çağırmır bizi Quran-ı Kərimdə. Elm haqqında bir mahnı bəstələ, məsələn, gözəl sözlər olsun, insanları elmə dəvət edir. Bu özü də özü bir ilahidir. Yəni, bu fikir necə ki, kommunizm vaxtında formalaşmış, Quran ancaq yasda oxunar da. Yəni, məsələn, məclisdə, qocalar oxumalıdır. Qocalar oxumalıdır. Cavanlar əlindən mollasan, bu fikirlərdən insanları uzaqlaşdırmaq üçün gərək hər şeyin yerini başa salsın insanlara. Bunu da kim başa salmalıdır? Sən, mən, o, bu. Yəni, biz başa salmasaq, cavanlar bilmədən, mən demirəm bilə-bilə ilə, bilmədən mərsiyəni, üzr istəyirəm, toyda, mahnını əza məclisində, əzadarlıq məclisində oxuyanda artıq cəmaat görür, götürür dünyası. Baxır ki, məsələn, belə olunur. Mən cəmaatı qınamıram. Təbii ki. Cəmaatı nə verdin odur? Cəmaatı nə verirsən, o cəmaat səni gözləyir.
əvvəla düşünməliyik barədə, daşınmalıyıq, Mütləq, məsləhət. Mən bir şey qeyd edeyim, çünki vaxtımız da az deyil, hala vaxtımız geniş deyil, Hacı Samirdən istifadə edəcək. Fəqət istəyirəm ki, o fikirlərin hamısına vaxt ayıra biləm bu verilişdə. Adi primitiv bir məsələni deyirəm ki, biz illərin dostluğunu edirik, qardaşlığını edirik Hacı Samirlə. Mən nəsə bir status yazıram və ya bir mahnı paylaşıram və ya nəyisə bir iş görürəmsə, tez Hacı Samir onu görən kimi dərhal mənfi və müsbətini mənə bildirir. Mütləq. Və mən onu çox məhrəmanə qəbul edirəm bundan. Mütləq. Sadəcə bir məsləhət, məşvərət deyilən bir şey var. Əgər bir mahnı oxumursa, əgər sənin özünün başın çıxmırsa, burada utanmalı bir şey yoxdur. Yəni bir məsləhət elə, bu hansı janrdır, bu hansı muğamdır və ya bu hansı vəzindir, bu hansı ecadadır. Yəni əzizlərim, elə eləyək ki, gəlin sevdirək. Sevdirə, İmam Sadiq Əleyhisselam bir hədisi var. Deyir, bizə bəzək ola bilirsinizsə, olun. Yox, bizə ləkə olacaqsa ehtiyac yoxdur. İndi imamın sözünü mən gətirirəm, misal üçün elə bu məsələyə gətirirəm. Bu özü də bir, yəni bizim aşura məktəbimiz və yaxud bizim bu qəsidə janrı, məsal üçün bu tutalım, nohə janrı və yaxud surud, təvaşih janrı, bu ilahi mahnı janrı deyə adını belə qoyaq. Bu özü bir dənə, elə bir, necə deyim sənə, bizim gələdim, ata-babalardan, bizim dahilərimizdən, klassiklərimizdən qalan bir mirasdır bizə verilmə. Biz bunu bəziyə biliriksə, beziyək. Yox, buna leşə getirəcəksə, eləməyək. Ondan sonra qıraqda deyənlər tamaşaçı kimi, misal üçün. Tamam. İnşallah, ümid edirəm ki, hələ mövzumuz barədə davam edəcək. Amma Hacı, Allah sənə can sağlığı versin. Allah gələn günləri xeyrə müvəddəl eləsin. Bir neçə müddət bundan qabaq, yəni mübarək Şaban ayında biz bir mövludda olduq. Hacı orada bir dəhşət bir şey oxudu. İndi onu az sonra təqdim edəcək, amma Hacının gözəl ifaçılığı ilə bağlı ondan əlavə daha gözəl yazıları da var. Və son bu müddətdə o daha da çox buna vaxt ayırıb. Mən istəyərdim Hacı, ya Allah, bir sənə şeirimdən, Ramazandır da, elə deyirəm, Bismillah edeyim, Ramazanla bağlı bir şeirim. Ramazan haqqında, belə bir yazıma mən üz üstəm şairlərdən, yəni Allah Arif Buzonların ruhunu şad eləsin. Bu arada onu da yad edəyik. Ramazan günlərində nə qədər əzizlərimizin ruhlarını şad, Allah ruhlarını şad eləsin. Şairlərimizin üzü üstə. Mən şair deyirəm, elə bir iddiam da yoxdur. Sadəcə olaraq sən bilirsən ki, mən öz mahnılarımın sözlərini özüm yazıram və bunun da ağsaqqallardan belə deyək də icazəsini almışam. Rusca dobro dilləri. Allah rəhmət özü Baba Pünhana, Allah rəhmət özü Ələmdar Mahirə və bizim digər o ağsaqqal şairlərimin mənə deyiblər ki, sən mahnılarını su yazsansa, problem yoxdur. Belə də indi şuş olsan Allah, pis də alınmır, qəşəng. Bu ay bizə rəhmət ayıdır, lütfi xudadır. Çox faydalıdır cism üçün, həm ruha qidadır. Cismani və ruhani olan dərdə dəvadır. Dillərdə münacatla dolu zikri, duadır. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Bu ayda gərəkdir bəni Adəm oruc olsun. Bu ayda gərəkdir bəni Adəm oruc olsun. Tərk etsin halal var nə qədər, cəm oruc olsun. Bütün halalları deyərək, elə ecazkarlığı da budur ki, halalları deyərək tərk elə, haramların işi yoxdur. Tərk etsin halal var nə qədər, cəm oruc olsun. Amma ki, haramdan gərək hər dəm oruc olsun. Peki Ramazanda yox. Bəli. Amma ki, haramdan gərək hər dəm oruc olsun. Göz, dil, qulağı, əl, ayağı həm oruc olsun. Fürsət verilib. Axırı Rəbbani rizadır. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Enmiş yerə ilk ayə-i Qur'an Ramazanda. Əff olmağa ən əntiqə imkan Ramazanda. Rəhmətlə və şəfqətlə dolu an Ramazanda. Ən ali ziyafət, gözəl ehsan Ramazanda. Allah tərəfindən gələn ikram və səxadır. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Var bir gecəsi, çatmır ona fəzlidə 1000 ay. Yəni bu gecə bir qat 30.000 qat olur pay. Et ol gecədə taət, otur pay savabın say. Gəl fikr edirsən ki sayarsan, amma hay, saymaq məgər Allahdan olan payı rəvadır. Maşallah. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Peyğəmbərə nazil edilib bu gecə Furqan. Ki qədrini bilsin gecənin, anlasın insan.
əhya qalaraq əfv diləsin, həm də ki ğufran, rəhmət qapısını çünki açıb Xaliq-i Rəhman, əlbəttə bağışlar yaradan. Əhdə vəfadır. Şəhri Ramazan bir söz ilə zövqü səfadır. Vardır bu ayın bir şəhidi. Heydər-i Səfdər, əhya gecəsi oldu şəhid, nəfsi peyəmbər. Matəm bürüdü, qəm bürüdü aləmi yeksər. And içdi ki, mən qalibəm ol İslama rəhbər. Cismim sənə qurban ağa, canım da fədadır. Şəhri Ramazan bir söz ilə zövqü səfadır. Ey eşqi Əli ilə vuran qəlbi, gəl ağla. Ey eşqi Əli ilə vuran qəlbi, gəl ağla, vur sinəyə, vur dizə, həmi başa əl ağla. Ən əfsəl əməldir bu gecə bu əməl, ağla. Madam danışır zikri müsibət, qəzəl, ağla. Əhya gecəsi həm də bizə leyli əzadır. Bəli. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Əffet uca Rəbb, əffet uca Allah, salamı Qur'ana xatir. Amin. Elə hamımızı Allah əff eləsin. Cümləmiz inşallah. Əffet uca Allah, salamı Qur'ana xatir. Əhya gecəsi pünhan, əhya gecəsi pünhan. Əffet uca Allah, salamı Qur'ana xatir. Əhya gecəsi pünhan, həmi sir ana xatir. Şahi Əliyə, bənzəri yox insana xatir. Açmış əlini, durmuş huzurunda gədadır. Bu ay bizə rəhmət ayıdır. Lütfi xudadır. Şəhri Ramazan bir söz ilə zövqi səfadır. Allah sağ ol Hacı. Allah ömür və bərəkət versin. Hacı, elə davam eləyir Ramazan mahnısı ilə. Necə eləyir? Birbaşa elə Ramazan mahnısına keçin alırıq. Beləliklə, dəyərli qonağım, əziz qardaşım Hacı Samir Salamdır ki, elə onun gözəl ifasında Ramazan haqqında gözəl bir nəğmə gəlir. Buyurub dinləyək inşallah. Ya Allah. Cənnətə səmadan qapılar açılar, səmaya yerlərdən dualar ucalar. Duanın əvəzi qəlblərə nur saçılar. Bu həmin o andır, bu həmin o an. Qəlblərdə mərhəmət artar, çoxalar. Pisliklər az olar, azalar, yox olar. Çin olar, arzular, çin olar, yuxular. Bu həmin o andır, bu həmin o an. Necə keçdi zaman, yenə gəldi o an. Tələsin, tələsin çağırır yaradan. Necə keçdi zaman, yenə gəldi o an. Tələsin, tələsin çağırır yaradan. Ramazan ruha qida, Ramazan cismə şəfa. Ramazan ruha qida, Ramazan cismə şəfa. Geçti zaman, yine geldi o an. Nece geçti zaman, yine geldi o an. Herkesin isteği arzusu Ramazan, 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 Ramazan.
pak halal neymət qadağan edilər. Neymətin qədrini bəşər indi bilər. Dik olan əylər, əyrilər, düzələr. Bu həmin o andır, bu həmin o an. Süfrələr açılar, neymətlər düzülər. Qurumuş dodaqlardan dualar süzülər. Uzaqdan azanın sədası sezilər. Bu həmin o andır, bu həmin o an. Necə keçdi zaman, yenə gəldi o an. Tələsin, tələsin çağırır yaradan. Necə keçdi zaman, yenə gəldi o an. Tələsin, tələsin çağırır yaradan. Ramazan ruha qida, Ramazan cismə şəfa. Ramazan ruha qida, Ramazan cismə şəfa. Necə keçdi zaman, yenə gəldi o an. Necə keçdi zaman, yenə gəldi o an. Hər kəsin istəyi, arzusu Ramazan, 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 Ramazan. Hacı çox sağ ol. Allah razı olsun. Minnətdarım, sağ ol. Bu ayın bərəkətindən həm sizi, həm xalqımızı binəsib eləməsin. Amin. Bayaqları bir söz işlətdim mən ki, o xatirələrdən az bir vaxtın xatirəsi, yəni ağamızın mövlud günündə, zamanın sahibinin mövlud günü bir tədbirdə siz Azərbaycanımızın o Əhl-i Beyt nurlarından birinin şəninə bir şeir yazmışsınız. O da Hələ adını çəkməsən yaxşıdır. Qoy sürpriz olsun. Qoy sürpriz. Cəmaatımız tapar özləri, tamaşaçılarımız tapar. Onu de gəl. Məni ağladıb. Həqiqi mənə İmam Zaman ağam mövzunda o şeir məni ağlatdı. Deməli, bunu bir dostumuz xahiş elədi məndən ki, mən ümumiyyətlə bilirsən də, yaradıcılığında da eləyəm. Çalışıram həmişə ki, qeyri-adi şeylər olsun. Cəmaat nəyə eləmirsə, mən bir dənə ondan eləyim. Nə yadda düşmürsə onu, bu da yadda düşməyən mövzuların biridir. Dedi, xahiş edirəm o mövzunu yaz. Yazdım ki, Bakımın çoxlu cəhətdən xətiri, hörməti var. Özünə məxsus adı, sanı, şanı, şöhrəti var. Kəndlərinin ənənəsi, adəti var. Kəndlərindən birinin ayrıca bir izzəti var. Açıram söhbəti bu, kəndin əziz xətirindən. Vətənim Azərbaycana saçan ətrindən. Nə ətirdir, bu nə izzət edə məşhur şəhəri. Bu nə kənddir qazanıb sevgi və eşq bu qədəri. Açılan mənzərəsi heyran edibdir Xəzəri. Gəlirəm mətləbə doğru belə asta təhəri. Bakım üçün bu məkan bir alayı rəhmətdir. Bu əziz kəndimizin adı Bibi Heybətdir. Kim olubdur görən heybət, kim olubdur bibisi? Kim olubdur bu adın valeh edir cazibəsi? Bu nə cövhərdürə ya var bu qədər müştərisi, həmişə zəvvarı var sübhi ola, ya gecəsi, deməli addakı heybət bibinin xadimidir. Bibi isə bura hicrət edib, o Haşimidir. Bibimiz Musa-i Kazım ağanın övladıdır. Adı da Fatimədir, binti Rəsulun adıdır. Nəsəbi Ali Muhammed bibinin əcdadıdır. Azərbaycanı kəşf etmək onun icadıdır. Səbəbi hicrətinin zülmü Bəni Abbas olub. Bu zülüm Ali Yeziddən olaraq miras olub. O zaman Ali Rəsul harda olub? Təqib olub. Hansı eldə, oba, diyarda olub?
təqib olub. Hətta olduqda əsir darda olub, təqib olub. Fərqi yox gizliyə aşkarda olub. Təqib olub, bu səbəbdən adı qalmış Bibi Heybət xanımın. Qoruyubdur xanımı eşqi Azərbaycanımın. Seçib odlar diyarın hicrətinin hikməti var. Seçib odlar diyarın hicrətinin hikməti var. Tam əminəm xanımın hikmətinin rəhməti var. Bizə bu rəhmətin Allaha tərəf qürbəti var. İlahi qürbətin öz lütfü var. İnayəti var. Xoş ola halımıza bizləri seçmişsə xanım. Bilinir ki, həkimədir. Bura köçmüşsə xanım. Allah Heybət babaya 1000 dəfə rəhmət etsin. Məkanın Ali Rəsul eşqinə cənnət etsin. Nə olar, bizlərə də balaca diqqət etsin. Təqdimatın bu duanın Bibi Heybət etsin. Və təvəccəhnə, təvəssəlnə Bibi Heybətə biz çıxa azadlığa, həm cismimiz, həm ruhiyyəmiz. Şükür Allaha edib lütf, yaşayaq İslamı. Üstəlik saya salıb, nuş edək eşq camı. Əhl-i Beyt aşiqidir, Badi Kübədə hamı. Salama ip ucu ver, cuşa gələ ilhamı. Verdi bu təklifi şəmsi, qələmə aldı salam. Maşallah. Bibi Heybət qəzəli ilə səfərin çaldı salam. Sağ ol, Ayazı, sağ ol. Var olasa. Şəmsi oldu qardaşımız. Bəli, bəli. Allah ona da o salamat Amin. eləsin. Yəni, efir vasitəsindən qardaşımız salamlayır. Allah salamat eləsin. Amin. Hacı, Can. Allah qələmə bərəkət Sağ ol, versin, ömrə minnətdaram. bərəkət Çox sağ ol, versin, çox səsə sağ ol. bərəkət versin. Mən belə deyərdim də, ilk ilahi mahnılarda, belə deyək, mən Azərbaycanda ilk dəfə səndən eşitdim bir neçə dildə ilahi mahnılar. Bəli, o vaxt o məşhur Əssalamu Aleykum ki var idi. O vaxt ilk elə onun 4 dildə versiyası çıxdı. Azərbaycanca, Rusca, Azərbaycanca, İngiliscə, Rusca, Ərəbcə. Bəli, bəli, bəli. Hə, sonra ondan sonra bir neçə ərəbcə, ingiliscə mahnılar oldu. Düz ola hələ ortalığa çıxmayıb. Aha. Hə, bir dənə var təzə, onu Allah qoysa onu işləyəcəm. Mən, sən və o. Mən, sən və o. Me and you, him. Me and you, me and you and him. Belə bir ingiliscə bu cür. Me and you and him. Me and you and him. Sən efirə görə demək istəyirəm, deməmişdim bunu. Nəqarətidir. O var. Və bu yaxınlarda bir neçə il bundan qabaq Həzrəti Peyğəmbərimizə sallallahu aleyhi və səlləm bir mahnı ithaf elədim rus dilində. Ne gözəl. Hə, onu oxudum. Yəni çox rəğbətlə qarşılandı. Ümumiyyətlə Azərbaycanda bilirik də biz keçmiş SSR-dən qalan Bəli. bir ölkəyik və rus dilli insanlar çoxdur. Həm burada, həm də keçmiş SSR dövlətləri ki var. Bəli. Çoxsu müsəlman ölkələrdir və çoxsu rus dilli ölkələrdir. Bəli. İstər Qazaxıstan olsun, istər Dağıstan olsun, Tataristan olsun, həm Özbəkistan olsun. Bəli. Rus dilli, çoxsu rus dilli olardı. Yəni dil kimi çox inkişaf edən dildir. Dedim elə oxuyum, onlar da bir rus dilli insanlar da bir Peyğəmbərimiz haqqında adətən eşidirik, məsələn Azərbaycanca, Ərəbcə falan. Rus, İngiliscə də var, amma rus dilində məsələn mən çox az eşidir adam. Dedim bir rusca oxuyum, elə oxudum da məncə cəmaatı normal qarşıladı. Hacı, təbii ki, iftar dəqiqələrinə çox bir az vaxtımız qalır. Mən sonda Hacı sənə dərin təşəkkür edirəm. Çox sağ ol, minnətdaram. Sizinlə danışacaqlarımız çoxdur. İnşallah. İnşallah. Ramazan bir dənə fürsət oldu. Bəli. Amma mövzumuzun əlbəttə mühimini qoyduq da. Bəli. Bunu da qeyd etməyə özümə borc bilirəm ki, mübarək Ramazan ayından sonra hər həftə belə bir verilişimiz olacaq. İrsimiz. Verilişin adı belədir. İrsimiz. Gözəl. İrs TV-də irsimiz verilişi. Gözəl. Və təbii ki, o dəyərli qonaqlarımdan da biri Hacı Samir olacaq. Hacı, yenə də çox sağ ol. Minnətdaram. Dəyərli vaxt Allah verir, sizə bərəkət versin. Çox sağ olun ki, dəvət elədiniz. Ramazanınız xeyirli, uğurlu, bərəkətli. Aqibətiniz xeyirli, uğurlu, bərəkətli. Xalqımızın gələn günlər xeyirli olsun. Allah şəhidlərimizin ruhlarını şad versin. Allah veteranlarımıza can sağlığı versin. Ailələrinə səbir versin. Balalarını xoşbəxt eləsin. İlahi, amin. Bu qədər. Sabah elə bu vaxta qədər sizdən ayrılırıq. Hacı Samir salamın ifası ilə. Sağ olun, salamat qalın. Светлее тебя нет, и не было на свете.
о Мухаммад, о Мухаммад. Темнее без тебя рассвет и не светит, о Мухаммад, о Мухаммад. Ты милость Божья, ты дар бесценный, ты радость и гордость вселенной. Ты милость Божья, ты дар бесценный, ты радость и гордость вселенной. О Мухаммад, заступись за нас, о Мухаммад, в самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец, о Мухаммад, заступись за нас, о Мухаммад, самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец. Любовь к тебе у нас в крови, слава Богу, альхамдулиллах, альхамдулиллах. Прошу в раю к себе зови, вмиг побегу, о Расул Аллах, о Расул Аллах. Тебя хвалил Ной, Авраам и Моисей, хвалил и в Библии Иисус сильней. Тебя хвалил Ной, Авраам и Моисей, хвалил и в Библии Иисус сильней. О Мухаммад, заступись за нас, о Мухаммад, в самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец, о Мухаммад, заступись за нас, самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец, о Мухаммад, заступись за нас, о Мухаммад, самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец, о Мухаммад, заступись за нас, о Мухаммад, самый судный час, о Мухаммад, милосердный Отец, о Мухаммад, всех творений венец. Саллаллаху алейхи ва алихи ва саллям.